Bir çox müəssisələrdə işçilər işə gecikdiyinə görə cərimə edilir və bu məbləğ onların əmək haqlarından tutulur. Məqsəd iş yerində əmək intizamını təmin etməkdir. Bəs görəsən işə gecikdiyimiz halda maaşdan tutulma qanunidirmi? Müxtəlif müəssisələrdə dediyim kimi daxili qaydalarla bu cür cərimə növləri müəyyənləşdirilir və işçilər də çox vaxt bunu ödəyirlər. Müəssisələrdə əmək funksiyalarını yerinə yetirməyə, işə gecikməyə görə işçinin əmək haqqından 10 manat, 20 manat bu kimi pullar tutulur, 100 manat və s. Bu qanunvericiliklə əslində qadağandır. Əgər şəxs işə gedişirsə və yaxud da ona verilmiş tapşırıqları yerinə yetirmirsə, bunun əmək haqqından tutulma ola bilməz. Yalnız o intizam tənbihi tətbiq olunmalıdır onunla bağlı. Hüquqşünas Sübhan Əliyev bildirir ki, belə halla qarşılaşan işçilər müvafiq orqanlara şikayət edə bilərlər. Bu məsələnin qanunvericiliklə necə tənzimlənməsinə gəlincə, gecikməyə görə işçiyə yazılı və şifahi xəbərdarlıq edilə bilər. Əmək Məcəlləsinin 186-cı maddəsinin C bəndinə görə yalnız işçiyə 4 intizam tənbihi tətbiq oluna bilər. İntizam tənbihləri onlardan ibarət ki, birinci növbədə töhmət, daha sonra şiddətli töhmət, sonra kollektiv müqavilədə nəzərdə tutulubsa, əmək haqqından 1/4-dən çox olmayaraq 1/4 həcmində tutulmalar və dördüncü ən ağır olan intizam tənbihi kimi 70-in C-si ilə işdən çıxartma. Müraciət olunsa məhkəməyə, məhkəmə birmənalı onu ləğv edəcəkdir. Heç bir halda ödənilə bilməz. Sadəcə olaraq indi bu halların qarşısının almağın mümkünsüzlüyü onunla bağlıdır ki, tərəflər arasında razılaşma olur. İşçi işini itirməmək üçün onun üçün müəyyən olunan belə deyək də dırnaqarası cəriməni ödəyir. Əmək Məcəlləsinə əsasən işçinin əmək haqqından müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr zamanı tutula bilər. Lakin verilən tapşırığı vaxtında və ya düzgün yerinə yetirməməyə görə maaşdan çıxılma nəzərdə tutulmayıb. Hətta əmək haqqından kreditlərin və digər şəxsi borcların ödənilməsi üçün tutulması da işçinin ərizəsi ilə reallaşdırıla bilər. İşə götürən isə bunun əksini düşünür. Sahibkar Elmir Səfərlinin fikrincə, işçi ilə şirkət daxili kollektiv müqavilə bağlanıbsa, bu zaman işə götürən haqlı olaraq onun əmək haqqısından müəyyən məbləği cərimə olaraq tutmaq imkanına malikdir. Konkret olaraq Əmək Məcəlləsində müəyyənləşdirilməyib ki, şirkətdən işə gəlməmə və işin gecikmə barəsində hansısa belə deyək cərimələr nəzərdə tutulsun. Burada xüsusi olaraq nəzərə alınmalıdır ki, əgər kollektiv müqavilələr bağlanırsa və kollektiv müqavilənin pozulması nəticəsində işin fəaliyyətinə və işin nizam-intizamına təsir edirsə, bu halda kollektiv əmək müqaviləsinə xitam verməklə və yaxud işçi ilə birbaşa olaraq bağlanmış əmək müqaviləsinə xitam verməklə işçini həmin işdən azad etmə hüququna malikdir. Bəli, orada yenə deyirəm, əmək haqqından Əmək Məcəlləsinə müvafiq olaraq konkret olaraq tutula bilər və ya tutula bilməz deyə bir qayda yoxdur. Burada ancaq müvafiq qaydalara istinad eləyə bilər və yaxud da ki, birbaşa olaraq xəbərdarlıq edib müqaviləyə xitam verə bilər. Nəticə etibarilə məlum oldu ki, işçi ilə əmək müqaviləsi bağlanıbsa, onun maaşından işə gecikməyə görə heç bir halda məbləğ tutula bilməz.